Mayın ikisində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısa müddətli az yağış yağacağı bildirilir. Milli Hidrometeorologiya Xidmətinə kanalımıza verilən məlumata görə mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 10-13, gündüz 16-20 dərəcə isti olacaq. Naxçıvanda da sabah gün ərzində arabir yağış yağacaq. Bəzi yerlərdə şimal-qərb küləyi güclənəcək. Temperatur 13-14 dərəcə isti gözlənilir. Əksər rayonlarda hava yağmursuz olacaq, lakin gündüz bəzi dağ-təpə və dağlıq rayonlarda yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Duman gözlənilir, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 9-13, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.